Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri ibtidai çərçivəsində yeni gələn mövzu olan ədədin bölünənləri, bölənləri, əkop, əbob məsələlərinin izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün kanala abunə olmağı unutmayın. İndi isə keçirik sualların izahına və bir də qeyd edeyim ki, onlayn dərslərə qoşulmaq üçün sürət qrupu dərslərinə həftədə 5 dəfə keçirilən qruplara qoşulmaq üçün 070 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qeyd edeyim ki, 2 aylıq proqramdır. Tam şəkildə mövzular öyrənilir imtahana qədər və deməli, dərslərə qoşulmaq üçün nömrəyə yaza bilərsiniz. Sınaqlar, dərsdə video izahlar, hər bir sualın izahı olur. Ev tapşırıqlarının izahı, sınaqlar, həmçinin qəbula düşən sualların da izahı verilir. Dərslərə qoşulmaq üçün ekranda göstərilən nömrəyə mütləq yazarsınız. İndi isə keçirik suallarımızın izahına. Birinci sual, 630 ədədinin neçə müxtəlif sadə vuruğu var? Əvvəlcə 630 ədədini sadə vuruqlara ayıraq. 2-yə böləndə deməli eləyir 315 eləyir. Təzədən 3-ə bölürük. 2-yə bölünmür artıq. 105 eləyir. Ondan sonra 105-i təzədən 3-ə bölürük. 35 eləyir. 35-i 5-ə böləndə 7, 7-ni 7-yə böləndə 1 eləyir. Beləliklə neçə dənə müxtəlif sadə vuruğu var? 2, 3 və 5 7-ni götürür. Yəni 3-ü bir dəfə götürür, 5-i bir dəfə, 7-ni bir dəfə. Deməli 4 dənə sadə vuruğu var müxtəlif. Hamısını desəydi, onda sadə sözünü deməsəydi, götürərdik 5 dənə. Yəni burada 3-ün bir dəfə götürürük. İkinci sual, əkop, əbob məsələsidir. İndi əkop, əbobun sizə bir fərqli üsulunda deyəcəm. Yazılıb burada əkop 30-54 çıxılsın, əbob 30-54 fərqini tapın. Deməli bunu baxın, bu üsulla da tapa bilərsiniz, rahat üsuldur. 30 ilə 54-ü ixtisar aparırsınız. Məsələn, hər ikisini 2-yə tam bölünür. 15, 27. Təzədən hər ikisi 3-ə tam bölünür. 5, 9. Əkop tapanda, bax bu ədədi 30-u vurursunuz. Çarpaz formada ən axırıncıya 9-a olur 270. Əbob tapanda isə 30-u bölürsünüz, bax bu 5-ə. O da olur 6. Yəni əbobları 6-dır, əkobları isə 270-dir. Təzədən 270-dən də 6 çıxanda, əbobu çıxanda cavab olacaq 264. Yəni, Y variantı düzgün cavab sayılır. Baxırıq 3-cü suala. N-in hansı qiymətində əkop N-in hansı qiymətində? Deməli, əkop N10 bərabərliyir 10 bərabərinə doğrudur. Deməli, burada nə edəcəyik? Keçirik növbəti suala baxırıq. 3-cü sual. N hansı qiymətində əkop N10 ədədi ona bərabər olar. Bu tip suallarda isə biz elə bir ədəd götürürük ki, deməli, bu ədədlər ona mütləq şəkildə bölünsünlər. Belə ədədlər hansılardır? 1, 2, 5, 10. Yəni, A variantı doğrudur. Eləcə də 4-cü sualda da yenə burada əbobları N-ə bərabər olması üçün ona tam bölünən ədədlər olmalıdır. Bu ədədlər 1, 2, 5, 10. Yəni, C variantdır. 1 ona tam bölünür, 2 bölünür, 5 və 10 ədədi tam bölünür. Keçirik 5-ci suala. Vaqifin addımı 80, Sabirin addımı 70-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Bax, bu ən yaxın sözlərində əkop tapırıq. Yəni, 80 ilə 70-ə əkop tapırıq. 80 ilə 70 ədədinə əkop tapsaq, düzgün cavab 560 olacaq. Yəni, həm 80-ə, həm də 70-ə bölünən ədəd 560-dır. Bayaq dediyim üsulla tapa bilərsiniz elə. Hər ikisi 10-a tam bölünür. 8 ilə 7 qalır. Əkop tapanda bu 80-i 7-yə vurursunuz. Düzgün cavab 560 eləyir. Yəni, əkobu bu yolla rahat tapa bilərsiniz. Digər tərəfdən belə də tapa bilərsiniz. Təbii ki, 80-i sadə vuruqlara ayırsan, 2-yə böləndə 40, 42-yə, 20, 22-yə 10, 12-yə 5, 5-i 5-ə böləndə 1. 70-i sadə vuruqlara ayırsan, 2-yə böləndə 35, 35-i 5-ə 7, 7-ni 7-yə böləndə 1. 80-i burada çatışmayan bir dənə vuruq var, 7. Çünki 2 ilə 5 özündə var, yəni əkobu 560 olacaq. Növbəti suala baxırıq, 6-cı sual. Burada deyir, ədədin neçə sadə vuruğu var? Bu sualı tapmaq üçün, deməli, biz nə edəcəyik? 6, 15 və 21 ədədini deməli, sadə vuruq şəklində yazacaq. Yəni, 6-nı 2 vuraq 3 kimi yaza bilərik, 15-i 3 vuraq 5, 21-i isə 3 vuraq 7 kimi yazarıq. Deməli, burada neçə dənə sadə vuruq olacaq? 2, 3, 3, 5, 3, 7, 6 dənə. Düzgün cavab A variantdır. Növbəti sualda isə, deməli, müxtəlif sadə vuruq deyir. Yenə bayaq kimi yazıb, sadəcə eyni vuruqları götürmürük. 6-nın sadə vuruqları 2 və 3-dür. 8-də isə
3 dənə 2-dir. 35-də isə 5-dən 7-dir. Müxtəlif deyirsə 1, 2, 3 və 5-dən 7-ni götürür. Yəni 4 dənə olur. Beləliklə düzgün cavab D variantı 4-dür. Müxtəlif dediyi üçün, yəni eyni vuruqları götürmürük burada. 8-ci suala baxırıq. A ədədi B-nin böləni olarsa, əbob AB-ni tapın. Deməli, əbobun açıqlamasına gedir. Ən böyük ortaq bölən. A ədədi B-nin böləni olarsa. Yəni, tutaq ki, bax, məsələn, A 10-dur, B 30-dur. A çünki B-nin bölənidir. Çünki A 10, 30-a tam bölünür. Belə olanda əbobda kiçik olanı götürürük. Məsələn, 2 ədəddən biri digərinə tam bölünürsə, deməli, bölən olanı götürürük. Yəni, 10 ilə elə bir 30 üçün bölən 10 olmalıdır. Burada da 10-u biz A kimi götürdük də. Deməli, düzgün cavab D variantı olacaq. Bölünəndə böyük ədədi götürürsən. Yəni, əbobda böləni götürürsünüz. Yəni, A burada böləndir də. Əkob desəydi, bölünəni götürərdiniz. B burada bölünəndir. Məsələn, əkob desəydi bu ədədlər üçün B hərfini götürərdiniz. Növbəti suala baxırıq. Növbəti sualda A və B müxtəlif sadə natural ədədlər olarsa, əbob AB-ni tapın. Deməli, sadə ədədlərin yadda saxlayırıq ki, əbobları 1-ə bərabər olur. Çünki ortaq bölənləri olmur. Məsələn, bir dərsin yazaq, tutaq ki, 3 ilə 7. İkisi də sadə ədəddə 1-ə və özünə bölünür. Bunların deməli, əbobu olmur, axı, əbobları 1-ə bərabərdir. Düzgün cavab burada olacaq. Deməli, bir cavabı doğrudur. A ədədi B-nin böləni olarsa, əkob AB-ni tapın. Aha, bu dəfə artıq əkobu soruşur. Əkobu soruşursa, biz bölünəni götürəcəyik. İndi burada A ədədi B-nin bölənidirsə, B onda bölünəndir. Biz deməli, burada bölünəni götürəcəyik. Yəni, B hərfini. Düzgün cavab Y variantıdır. 11-ci sual. Qarşılıqlı sadə ədədlər olarsa A ilə B, əkob AB-ni tapın. Yadda saxlayın ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabər olur. Yəni, A-nı B-yə vuracaqsınız. Məsələn, qarşılıqlı sadə ədəd deyək, 13 ilə 11. Görürsünüz, heç birinin ortaq bölənləri yoxdur. Yalnız 1-dir də. Bunda 13 11-ə vuranda 143 edir əkobları. Məsələn, olsun 21 ilə 4 olsun. Yenə də ortaq vuruqları yoxdur. Deməli, əkobları olur 21 vurulsun 4, 84. Qarşılıqlı sadə ədəd odur ki, ortaq bölənləri yalnız 1 olsun. Onların da əkobları hasillərinə bərabər olur. A və B natural ədədləri üçün deməli, qarşılıqlı sadə ədədlər olarsa, birdən böyük əkob AB ilə əbob AB nisbətini tapın. İncə dedik ki, qarşılıqlı sadə ədədlərin əkobları onların hasilinə bərabər olur. Yəni, A vuraq B-yə bərabər olur. Əbobları isə 1-ə bərabər olur. Yəni, A vuraq B hasilini 1-ə böləcəyik. O da eləyir, elə AB cavabını verir bizə. Yəni, A variantı. 13. A ədədi B-nin bölənidir. Bizə deyir ki, əkob AB çıxılsın, əbob AB fərqini tapın. Deməli, əkobda biz bölünəni götürürük. A burada bölən rolunu oynayır. A böləndirsə, o zaman B bölünən rolunu oynayır. Və biz də incə dedik ki, əkobda bölünəni götürürük də. Deməli, burada biz B hərfini götürəcəyik. B çıxılsın, əbobda isə böləni götürürük. Yəni, B çıxılsın, A yazacağıq. Düzgün cavab olacaq B variantı. Əkobda bölünəni götürürük. Açıqlaması da belə gedir də. Ən kiçik ortaq bölünən, əbobda isə böləni götürürük. Ən böyük ortaq bölən gedir. İndi keçirik növbəti suala 14-də. 12-yə, 15-ə, 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmlərinin cəmini tapın. Yəni, burada biz yenə əkob tapacağıq. 12, 15, 20 üçün əkob tapacağıq və aldığımız ədəd nədirsə, onun üzərinə 3 gələcək. Bax, buradan yazıram bir də əkob, yazıram 12, 15, 20. Bu ədədlərə əkob tapacağıq. Qalıqda 3 alınan deyirsə, üzərinə 3 gələcəksiniz. İndi bu ədədləri sadə vuruqlara ayırsaq, 12-nin vuruqları 2, 6, 3, 3, 1. Yəni, əkob bilirsiniz nədir? Bəzən şifahi də tapma olur. Yəni, hər üçünə tam bölünən ədəd olmalıdır. Həm 12-yə, həm 15-ə, həm 20-yə, ən balacası. Belə şifahi də məsələn 60-dır da. Çünki 12-yə böləndə 5 dəfə qalır, 15-ə böləndə 4 dəfə, 20-yə böləndə 3 dəfə. Amma şifahi tapa bilmirsənsə, sadə vuruqlarla tapırsan rahat. 20-ni 2-yə böləndə 10, 10-u 2-yə 5, 5-i 5-ə böləndə 1. Yəni, 3 dənə olanda mütləq sadə vuruqları ayırmaqdan tapırsın. O kəsir xətti kimi alınmır.
Bu ədədlərin içərisində ən böyüyü 20-dir. 20-ni indi özündə olmayan vuruqlara vuracağıq. Məsələn, 2-dən 12-dən 3-ü götürəcək, çünki özünün 3-ü yoxdur. 20-ni vururuq 3-ə. İndi 15-dən heç nə götürməyəcək, çünki özünün 5-i var, ehtiyac yoxdur. Artıq özündə bir 3 də var. Ona görə bu 3-ü də götürmürsən. Cavab 60-dır. 60-ın rəqəmlər cəmi neçədir? 6. Düzgün cavab 6-dır. Keçirik növbəti suala. Rəqəmlər cəmi istəyir də 15. Deməli, 5-ə, 6-ya və 7-yə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmlər cəmini tapın. Deməli, bu ədədlər bayaqki sualda 60 alırdıq, üzr istəyirəm, 60. Demək, həmin ədədin üzərinə təzədən qalıq 3-ü gəlməli. 63 olur, düzgün cavab 9 olacaq. Yəni, qalıq 3 deyirsə, orada təzədən üzərinə mütləq 3 gəlməlidir. 63-ün də rəqəmlər cəmi 9 eləyəcək C variantı. Yoxlaya bilərsiniz. 63-ü 12-yə böləndə 5 dəfə düşür, qalıq 3. 15-ə böləndə 4 dəfə düşür, qalıq 3. 20-yə böləndə 3 dəfə düşür, qalıq 3. 15-ci sualda deməli biz bu ədədlər üçün yenə əkop tapacağıq. Əkop tapanda və üzərinə 2 gələcəyik. Bunlar hamısı qarşılıqlı sadə ədədlərdir. Ortaq vuruqları yoxdur. Bölənləri 1-dir. Ona görə hasillərini götürəcəyik. 5-i 6-ya, 7-yə vuranda 210 eləyir. Təzədən üstünə 2 gələndə 212 eləyir. 212-nin də rəqəmlər cəmini istəyirsə, düzgün cavab 5 olacaq. Çünki 5, 6, 7 bunlar üçün ortaq bölənlər yoxdur. Ona görə ortaq bölən olmayanda qarşılıqlı sadə ədədlər olur və onların hasillərini götürür əkobda. Ona görə əkobları 210 olur. Təzədən də 210 üzərinə mütləq qalıq 2-ni gəlir 212. Onda rəqəmlər cəmi 5 eləyir. 16-cı suala baxırıq. 16-cı sualda indi biz burada kəsr xəttindən yazaq. 120, 144. Hər ikisi birinci 4-ə tam bölünür 30 və deməli 4-ə tam bölünür 30 dəfə düşür. Burada isə 36 dəfə düşür. Ondan sonra hər ikisi 6-ya tam bölünür. 6-da 5 düşür. Əkop tapanda bax bu 120-ni vururuq 6-ya. O da eləyir 720. Əbob tapanda isə bax bu 120-ni 5-ə bölürük. O da eləyir 24. Deməli bunları da biz toplasaq 720, daha doğrusu 720-ni də axırda 24-ə bölürük. O da eləyir 30. Yəni D variantı düz cavabdır. 17-yə baxırıq. Sadə vuruqlarla da ayırmaq olar. Amma 2 dənə ədəd olanda mən belə kəsrlə yazmaq çox rahatdır. 175, 210. İndi bunu birinci 5-ə ixtisar gedirlər ikisi də. 175-i 5-ə böləndə 35, 210-u 5-ə böləndə 42 dəfə düşür. Təzədən bu ikisi 7-yə tam bölünür. İndi bax, əkop tapanda bu 175 ədədini 6-ya vururuq. 175-i 6-ya vururuq əkop tapanda. Əbob tapanda isə bax bu 175 ədədini 5-ə bölürük. Vurmuruq, bölürük. 175-i 5-ə bölürük. İndi əkobları olur 175-i elə 6-ya vurmayaq, elə ixtisar apararıq, belə saxlayaq. Əbobları olur 175-i 5-ə böləndə 35 düşür. Təzədən də 175 35-ə tam bölünür. 5 dəfə düşür. 5-i 6-ya vuranda düzgün cavab 30, yəni C variantı. 18-ə baxırıq. A natural ədədin 3 sadə vuruğu, B-nin isə 8 sadə vuruğu var. A vur B ədədinin neçə sadə vuruğu var. Baxın, burada belə olanda sadə vuruqların sayını toplamaq lazımdır. Deməli, sadə vuruqların sayını toplamaq lazımdır. 3 ilə 8-i toplayarıq, o da 11 eləyər. Eyni ilə 19-cu sualda da. A-nın deməli 5 dənə sadə vuruğu, B-nin isə 9 sadə vuruğu var. A vur B ədədinin neçə sadə vuruğu var? Yenə də 5 və 9 ədədini toplamaq lazımdır. Düzgün cavab 14 olacaq. Baxırıq növbəti 20-ci suala. 62 oğlan və 93 qız idman yarışlarında tərkiblərində eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə qız var? Belə olanda eyni tərkib deyəndə əbob tapırıq. 62 ilə 93-ü əbob tapacağıq. 62-nin vuruqları 2 və 31-dir. 93-ün də vuruğu 3 və 31-dir. Yəni bir dənə ortaq bölənləri var, o da 31-dir. Deməli, əbobları 31-dir. Bu ədədlər üçün birinci əbob tapırıq. 62 ilə 93-ü əbob 31-dir. Ondan sonra qızı soruşursa, bax bu qızın sayını 31-ə bölürsə, 62-ni yox ha. Oğlanı soruşsa 62-ni bölərdik. Düzgün cavab 3, D variantı olacaq.
Növbəti sual 21-də deyir ki, 123 oğlan və 123 oğlan və 82 qız idman yarışlarında tərkibləri eyni komandalarda iştirak edirlər. Hər komandada neçə oğlan var? İndi yenə bu ədədlər, buradakı ədədlər üçün əbob tapacağıq. 123-ü sadə vuruqları 3-ə böləndə deməli 41 düşür. 41-i 41-ə böləndə 1 düşür. Eyni ilə 82-ni də sadə vuruqlara ayıracağıq. 2-yə böləndə 41, 41-i 41-ə böləndə bir dəfə düşür. Deməli ortaq bölənləri 41-dir. Ondan sonra oğlanı soruşursa 123 ədədini təzədən 41-ə böləcəyik. O da 3 eləyəcək. Yəni D variantı düz cavab sayılır. Keçirik 22-yə. Biri o birinin 4-də 3-ünü təşkil edən 2 natural ədədin əbobu 27-dir. Bu ədədlərin cəmini tapın. Deməli, burada nə edəcəyik biz? Ədədlərdən kiçik olanı 3x götürəcəyik. Böyük olanı isə olacaq 4x. Kiçik olan 3x-dir, böyük olan olacaq 4x. İndi bu ədədlərin əbobu 27-dirsə, elə bil burada x-i mötərizə xaricinə çıxaranda 3 ilə 4 üçün ortaq əbob 1-dir də, qarşılıqlı sadə ədədlərdir. Yəni elə bil ki, biz x-i 27-yə bərabərləyəcəyik. Təzədən aparıb yerinə qoyacağıq. Bu ədədlərdən kiçiyini tapanda 27-ni 3-ə vuracağıq, 81. Böyüyünü tapanda 27-ni 4-ə vuracağıq, 108 olacaq. İndi bu ədədlərin cəmini tapanda 108 ilə 81-i toplayacağıq. 108 ilə də 81 ədədini toplayanda düzgün cavab olacaq 189. Yəni C variantı düzgün cavab sayılır. Keçirik 23-cü suala baxırıq. 23-cü sualda burada bizə verib ki, ifadələr natural ədədlər olarsa, n-in ən kiçik qiymətinin rəqəmlər cəmini tapın. Yəni, yenə burada əkob tapacağıq. 6, 8 və 9 ədədləri üçün əkob tapacağıq. Bu ədədlər üçün deməli əkobumuz bizim olacaq. Hər üçünə tam bölünən ədəd 72-dir. İndi gəlin bunu belə də şifahi sadə vuruqlarla da tapa bilərik. 6-nı 2-yə böləndə 3, 3-ü 3-ə böləndə 1. 8-in vuruqları ancaq 2-dir və 9-un vuruqları isə 3-dür. Burada ədədlərdən böyüyünü götürürük 9-u və 9-u vururuq. Görürsünüz 8-dən 3 dənə 2 götürürsünüz. 6-dan 2 götürməyə ehtiyac yoxdur. 9-u da elə bir 8-ə vuranda 72-dir. 72 6-ya da bölünür, 8-ə də 9-a da. İndi 72-nin rəqəmlər cəmini istəyirsə, 7 ilə 2-ni toplayırsınız, cavab 9-dur. Keçirik 24-cü suala. 24-cü sualda da deməli burada yenə də əkob tapacağıq. 12, 10, 18, 12, 18, 10 ədədi üçün əkob tapacağıq. 12-ni 2-yə böləndə 6, 6-nı 2-yə böləndə 3, 3-ü 3-ə böləndə isə bir dəfə düşür. Eyni qaydayla 18 ədədini sadə vuruqlara ayıracağıq. 18-i 2-yə böləndə 9, 9-u 3-ə böləndə 3, 3-ü 3-ə böləndə isə deməli 1 düşür. Və eyni qaydayla 10 ədədində deməli sadə vuruqlara ayıracağıq. 10-u deməli 2-yə böləndə 5, 5-i 5-ə böləndə deməli bir dəfə düşür. İndi bu ədədlərin içərisində ən böyük olan hansıdır? Ən böyük olan 18-dir. 18 ədədini deməli vuracağıq burada çatışmayan vuruqlara. Çatışmayan vuruqlar hansılardır? Bir dənə 5-i götürəcəyik, 18-i 5-ə vuracağıq və deməli bu da eləyəcək 90. 90 aldıqmı? İndi bu 90-ın da rəqəmlər cəmi olacaq 9. Yəni B variantı düz cavabdır. İndi keçirik növbəti 25-ə. Burada da yenə əkob tapırıq. Ən qısa müddət deyirsə əkobdur. Yəni bir məntəqədə müxtəlif marşrutda eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus məntəqəyə 40 dəqiqədən bir, ikinci 30 dəqiqədən hər hansı ən qısa müddətdə onlar hər ikisi çıxdığı məntəqədə olarlar. Deməli 40 ilə 30 üçün əkob tapırıq. 40 ilə 30 üçün əkob isə 120-yə bərabərdir. Yəni bunu da necə taparıq? Sadə vuruqlara ayırmaqdan. 40-ı sadə vuruqlara ayıranda 2-yə 20, 20-ni 2-yə 10, 10-u 2-yə 5, 5-i 5-ə böləndə 1. 30-un da sadə vuruqları 2-yə böləndə 15, 3-ə böləndə 5, 5-ə böləndə 1. 40-ı vurarıq, burada çatışmayan bir dənə 3-də də özünün 3-ü yoxdur. 2-si və 5-i var, 120 eləyər. Yəni Y variantı. Burada da yenə ən qısa müddət deyir.
Yenə də əkob tapacağıq 50-dən 60-a. Bayaqki kimi lap kəsirlə də yaza bilərik. Hər ikisi 10-a tam bölünür. 5-dən 6 qalır. Əkob tapanda bu 50-ni vururuq 6-ya, olur 300. Yəni həm 50-yə, həm də 60-a bölünən ədəd ən kiçik ədəd 300-dür. Tam bölünən. Növbəti 27. A və B natural ədədlər, C isə ortaq olmayan sadə vuruqların hasilidir. AB bölünsün C 256 olarsa, bizdən AB-nin qiymətini soruşur. Deməli, bu tip suallarda A və B natural ədədlər, C bu ədədlər ortaq olmayan sadə vuruqların hasilidir. AB bölünsün C bərabərdir 256 olsa, əbobu tapın. Əbob tapanda, deməli, biz nə edirik? Yadda saxlayın ki, belə suallarda bu ifadəni kökə salırıq. Yəni, AB bölünsün C şəklində tapırıq. Kök altında. Deməli, burada da 256 verib, 256-dan kök nə çıxır? 16. Beləliklə, əbob AB 16 olar. Yəni, belə olan sualda biz mütləq kökə salırıq. Ondan sonra 28-ci sualda isə əkob istəyir. Belə olanda isə əkobda isə vurub kökə salırıq. Əbobda bölüb kökə salırıq. Əkobda isə vurub kökə salırıq. Yəni, A vurulsun B şəklində kök altda yazırıq. 72.000-i 20-yə vurub kök alırıq. Yəni, hansı ədədir? İndi bax, 72.000-i 20-yə vuranda 144.000 edir. Deməli, və 1.400.000 daha doğrusu. Buradan da kök nə çıxır? 144 hansı ədədir? 2 dəfə öz-özünə vuranda 144 edir, 12-ni. Bu 4 dənə sıfırdan da yarısını götürürük, yəni 2 dənəsini. Düzgün cavab 1200, D variantı olacaq. Baxırıq növbəti 29-cu suala. 29-da da eyni qaydadan tapırıq. Deməli, burada da 32.000 ədədini vuracağıq 20-yə, 32.000-i 20-yə vuranda 640.000 eləyəcək və bu ədəddən də kök nə çıxacaq? 800, yəni A variantı. 30-a baxırıq. 30-da deməli biz əkob tapacağıq bu ədədlər üçün. 45 ilə 35 üçün əkob tapacağıq. 45 ilə 35 üçün deməli əkobumuz bizim olacaq. Yəni 45 ilə 35 hər ikisi 5-ə tam bölünür. Yerdə qalır 9 ilə 7. Əkob tapanda 45-i vururuq 7-yə. Bu birincini vururuq bura 7-yə. 45 də 7-yə vuranda o da eləyir 315. Və indi 630 metri bölürük. Əvvəlcə santimetrə çeviririk. Olur 663.000 santimetr. 63.000-i də 315-ə bölüb düzgün cavabı tapırıq. Deməli, bu da eləyir 200, yəni Y variantı. 200 dəfə üst-üstə düşər. Sonra 31. 31-də də yenə metri çeviririk santimetrə. Ondan sonra əkob tapırıq. 1152 metri santimetrə çevirəndə o da eləyir, yəni 115.200 santimetr eləyir. Ondan sonra 72 və 64 üçün əkob tapırıq. Yəni 72-64 hər ikisi 9-a tam, yox, hər ikisi birinci 2-yə bölək, 36-32. Sonra hər ikisi görür ki 4-ə tam bölünür. 9-8. Əkob tapanda 72-ni vururuq 8-ə. İstəsəz lap 64 də 9-a vurarsınız. Yəni eyni cavab olacaq onsuz. O da eləyir 576 santimetr. Ondan sonra 115.200-ü ədədini bölürük 576-ya. Deməli, burada da böləndə cavab qalacaq 200. Yəni, A variantı düzgün cavab sayılır. Çünki aldığımız cavabı təzədən 576-ya böləndə 200 düşür. Keçirik 32-ci suala baxırıq. 32. Təkliflərdən hansılar doğrudur? Deməli, 32. Rəqəmlər cəmi 9-a bölünən natural ədəd 9-a bölünür. Bəli, 9-un bölünmə əlaməti rəqəmlər cəmidir. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Bayaq da dedik, bəli, qarşılıqlı sadə ədədlərin əkobları onların hasilinə, əbobları 1-ə bərabərdir. 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Deməli, 2 ədədin ortaq bölünəni, məsələn, tutaq ki, 12 və 18-i götürək. Ortaq bölünənləri, deməli, məsələn, tutaq ki, 6-dır. İndi bunların ən kiçik ortaq bölünənləri hansıdır? 2-dir. Bəli, 6 2-yə tam bölünür. Yəni, bu da doğru fikirdir. 2 tək ədədin cəmi tək ədəddir. Xeyr, bu səhv fikirdir. Məsələn, tək ədədləri toplayaq, tutaq ki, 1 ilə 3 bizə cüt verir, tək vermir. Deməli, düzgün cavab 1, 2, 3 B variantı olacaq. Təkliflərdən hansılar doğrudur? Rəqəmlər cəmi 3-ə bölünən natural ədəd 3-ə bölünür. Bəli, bu doğru fikirdir. 3-ə bölünmə əlaməti rəqəmlər cəmidir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilinə bərabərdir. Xeyr, 1-ə bərabərdir. Əkobları onların hasilinə bərabərdir.
Üçüncü, 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Bəli, bu doğru fikirdir. Sadəni sadəyə vuranda mürəkkəb olur. Məsələn, tutaq ki, 3 vuraq 7 mürəkkəb olur, 2 vur 2 mürəkkəb olur, 4, 21 mürəkkəbdir və s. 2 ədədin ən böyük ortaq böləni, yəni əbobları həmin ədədlərin ortaq böləninə tam bölünür. Məsələn, tutaq ki, yazaq 40-dan 32 ədədinin əbobları ən böyük ortaq bölənləri 8 ədəddir, düzdür? Və bunları həmin ədədlərin ortaq böləninə tam bölünür. Bəli, bu ədədlərin ortaq böləni tutaq ki, 2 olsun, 8 2-yə tam bölünür. Yəni 1, 3, 4 düzgün cavab sayılır. 33-cü sualda düzgün cavab olacaq A variantı. Yəni 1, 3, 4 düzgün cavab sayılır. İndi keçirik növbəti suala baxırıq. 34-cü sual. 34-cü sualda isə cəmi 63 və ən böyük ortaq böləni 9 olan iki natural ortaq olmayan sadə qrupların hasilinin ən böyük qiymətini tapın. Deməli, baxın, burada cəmi 63 və ən böyük ortaq böləni 9 olan iki natural ədəd verib. Deməli, ədədlərdən biri olsun A ədədi, ikincisi olsun B ədədi. Yəni, əbob AB bərabərdir 9-a. Yəni, ortaq bölənləri 9-a bərabərdir. İndi belə çıxır ki, deməli, A burada demək, cəmləri 63-dürsə, bu ədədləri bu şəkildə yaza bilərik. A-nı 9x, B-ni isə yaza bilərik. Deməli, B-ni isə 9y yaza bilərik. 9x üstə gəlinsin, 9y bərabərdir 63. Buradan da 9-u mötərizə xaricinə çıxaranda x üstə gəl y bərabərdir 7, 63 olur. Buradan da x-dən y-in cəmi 7-yə bərabər olur, 63-ü 9-a böləndə. İndi hansı ədədləri toplayanda 7 eləyir? 1 ilə 6, 2 ilə 5 və 3 ilə 4. İndi bunların içində hansının ən böyük qiymətini soruşur? Məsələn, 1-i 6-ya vuranda 6 eləyir. 2-ni 5-ə vuranda 10 eləyir. 3-ü 4-ə vuranda 12 eləyir. Deməli, ən çox soruşursa biz 12-ni götürürük. Yəni, B variantı düzgün cavab sayılır. 35-ə baxırıq. Burada əboblarını verib bizə 20-yə bərabərdir. Əkoblarını istəyir. Burada ortaq məxrəcə çıxarırıq ədədləri. Hər ikisində ortaq məxrəc. Burada deməli, ortaq məxrəc 2n-dir. 2n-i çıxaranda 4n üstə gələk 3 qalır. Burada isə deməli 8n kvadrat 2n-ə böləndə 4n qalır. Üstə gəlinsin 5. İndi bərabərdir 20. İndi burada da gördüyümüz kimi 4n üstə, elə bir ki, bax 8n kvadrat, bunu qoyacaq yazım. 8n kvadrat üstə gəl 6n-i biz deməli, burada ikisində də ortaq bölən 2n-dir də. 2n-ə böləndə 8n kvadratı 2n-ə böləndə 4n qalır. 6n 2n-ə böləndə 3 qalır. Burada da elə bil 8n kvadrat üstə gəl onu hər tərəfi 2n-ə böləndə 4n üstə gələk deməli 5 qalır. Yəni 10n-i də 2n-ə böləndə 5 qalır. İndi bunlar da ardıcıl ədədlərdir, fikir verin. Ardıcıl ədədlərin isə deməli əbobları 1-ə bərabər olur. Məsələn, 4n üstə gəl 3-dən, 4n üstə gəl 5 ədədləri ardıcıl. Məsələn, n-in yerinə tutaq ki, 1 qoysaz, burada eləyir 7 ilə 9 eləyir. Məsələn, n-ə 2 qoysaz, 11 ilə 13 eləyir. Və ardıcıl ədədlərin yadda saxlayın, ardıcıl tək ədədlərin isə əbobları həmişə 1-ə bərabər olur. Yəni, burada ardıcıl tək ədədlər yaranır. O zaman mötərizənin içi 1-dirsə, 2n-i 1-ə vuranda 2n edir. 2n bərabərdir 20, n də 10 olur. İndi aparıb burada yerinə qoyub əkobu tapacağıq. Yəni, n-ə biz 10 tapdıq. İndi davamını deyirəm. Aparıb burada yerinə qoyacağıq. Əkob olacaq 10-un kvadratı üstə gəlinsin 10. Təzdən 10-un kvadratı üstə gəlinsin 3-ü 10-a vuracağıq. O da eləyir 110-dan elə bir 130 ədədinə. Bura eləyir 10-un kvadratı üstünə 10 gələndə 110, 10-un kvadratı üstə gələk 3 vuraq 10, 130 eləyir. İndi 110-dan da 130-un əkobunu tapmaq üçün gəlin bunları ikisini də 10-a tam bölək. 11 ilə 13 qalır. Əkob tapanda nə edirdik? Çarpaz vururduq. Yəni 110-u 13-ə vuracaqsınız. Düzgün cavab 1430. C variantı olacaq. Baxırıq 36-cı suala. İndi bizə deyir ki, 7, 8, 9, 10-a bölükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədəd tapın. Deməli, belə olanda biz bu ədədləri sadə vuruq əkoblarını tapmalıyıq.
7, 8, 9, 13-ün əkov tapmalıyıq. Burada da 7 özü sadə ədəddir, yalnız 7-yə bölünür. 8 ədədi 2-yə ancaq bölünür. Ondan sonra 9 ədədi ancaq 3-ə bölünür. 10 ədədi isə 2-yə və 5-ə bölünür. Deməli, 10 ədədini buradan götürürük, özündən çatışmayan vuruqlarına vururuq. Bir dənə 7-yə vururuq, eləyir 70. Buradan 2-dən 2 dənəsini götürürük, yəni çünki özünün bir dənə 2-si var. Və elə bir 4, 2 dənə 2-yə vururuq. 9-dan isə heç nəyə götürürük. Yox, 9-dan da götürürük 3-ü. Özün 3-ü yoxdur, elə 2 dənə 3-ün ikisini də götürürük. Və alınan cavabın üstünə yekunda 2 gəlməliyik. Buranı da hesablasaq, deməli, əkobları olacaq bu ədədlərin, ən kiçik ortaq bölünənləri olacaq. 10 vurulsun 7, vurulsun 4, vurulsun 9. Əkobları olur 2520. Qalıqda da 2 alınır deyirsə, buraya edir 2522. Demək düzgün cavab olacaq 2522. Və keçirik 37-ci suala. A və B natural ədədləri üçün A bərabərdir 3B. Əkob AB 21 olarsa A üstəgəl B cəmini tapın. Deməli, aparaq yerinə qoyaq. Elə bil A-nın əvəzinə 3B qoyaq. Burada isə B veribdir. Bərabərdir 21. İndi burada da biz B-ni mötərizə xaricinə çıxarsaq, olur deməli 3 və 1 ədədi olur. Deməli, belə çıxır ki, 3 ilə 1 də əkobları 3-ə bərabərdir də. Deməli, buradan alırıq ki, 3B bərabərdir. 3-ü B-yə vuranda 21, B-nin qiyməti 7-dir. Deməli, B-nin qiyməti 7-dirsə, o zaman aparıb yerinə qoysaq, A-nın da qiyməti olur. 7 vuraq 3, 21 olur. Bizdən bu ədədlərin cəmini istəyirsə, düzgün cavab 28-dir. Gəldik video izahın sonuna. İnşallah ki, izahın köməkdədir. Növbəti izahlarda görüşərik. Diqqətiniz üçün təşəkkürlər.